təhsiliniz üçün. Yəni sizin belə şərait yaratmalı olması biz təbii ki, irəli gedə bilməliyik, motivasiya, həvəslənə bilməliyik. Birinci bir demişəm, tələbələrdən başlayırıq. Bəli. Tələbələrimiz əsas öncəliyimizdir. Ən həssas məqamdakı tələbələr şəffaf şəkildə təhsil alsınlar, öz güclərini, öz potensiallarıyla irəli getsinlər. Başqa bir şeylərdən tanışdıq yox, nə başqa bir şey. Ancaq öz gücləri, öz zəhməti.